Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün Məsəd Şairlər Məclisinin sədri Cavahir Qaraqızı Borçalı mahalının Arxılı kəndindəyəm. Mən nənəm, babam öyündəyəm. Binnətin evindəyəm. Hansı ki, uşaqlığım, gəncliyim, bax burada keçib nənəmin, babamın yanında. Burada bir arx axırdı. İndi bu arx yoxdur, quruyubdur. Və bu arxın başına rəhmətlik nənəm həmişə bir dənə çəllək qoyardı, su çəlləyi. Burada kartof çıxartmağa gələn insanlar hamısı gələrdi, o su çəlləyindən içərdilər və nənəmə, babamın ölənlərinə ehsan oxuyardılar, rəhmət oxuyardılar. Və bu gözəlliyi yaşadıq, biz belə böyüdük bu məhəllədə, bu gözəl həyətlərdə. Nənəmin, babamın gözəl adət ənənələrini, onlar o qədər İslama bağlı, o qədər şəriəti bilən, oruç tutub namaz qılan, Bismillahla süfrəyə əyləşən, Əlhəmdülillahla süfrədən qalxan, biz uşaqlıqdan nənələrin, babaların tərbiyəsində böyüdük və onları çox sevdik. Bu bizim nənəmin, dayımın, Kərim Düstülü, Binnət kişinin oğlu, Kərim dayının, Kərim Qurbanovun həyətidir. Bu da onun toyuq cücə. Görürsünüz nə maraqlıdır. Ayaqlarında da belə şeylər var. Ayaqlarında belə qotazdı. Belə çox maraqlı toyuqlardır. Mən onu keçən il Daşlıqullarda gördüm. Bu da bizim gözəl kəhər atımızdır. Hansı ki, o atın belində ərigidlərimiz gedib düşmən tapdağından qurtarıblar həmişə torpaqlarımızı. Və bu kəhər at bizim dayımın bu gözəl atı. İnşallah mənim nəvəm Sabir də atı çox sevir. Allah qoysa qismət nəsib olsun, yollar açılsın. Mən balamı gətirim bu kəhər atın belində süssün, bu Kərim babasının atının belində. İnşallah, inşallah, inşallah. Və bu evlər, bu mənə çox tanışdı, bu gözəlliklər, bu həyət, bu baca. Bəli, bugün dayımın nəvəsinin toyudur. Allah mübarək eləsin. Mən ay Allah bu gözəl atı çox sevdim. Toxunuram və onlar bu atın bu yumşaq, bu kəhraba tellərini sığallayır və Allah nəsib eləsin. Nəvələri gətireyim, o balaca Məmməd balamı, Binyamin, Şamu balam, Sabirim gəlsin, bu kəhər ətdə gəlsin. İnanıram ki, mütləq gələcəklər bizim bu gözəl qaragöz kəhər atımızda gəzəcəklər. İnşallah, inşallah. Allah tırnağı bərk olsun bu kəhər atımızın. Gözəl, sağlam olsun və mənim, o da o qədər görürsünüz, diqqətlə baxır mənə, qulaq asır. Elə bil ki, yeni bir insan səsi eşitdi, yeni bir insan səsi duydu. Atlar haqqında at muraddır deyərlər. Bu ilimiz at ilidir. Bəli, özü də qızılı at ilidir. Bizim Kərim dayının atı da elə bu qızılı atlardandır. Allah nə murad deyib o murada çatdırsın. Kərim dayımı da, balalarını da, o gözəl Mədət balamızın toyudur. O Mədət balanı da, bəli, bu at belində o gözəl gəlinlə çapsınlar Arxılının ellərini, Arxılının çöllərini. İnşallah 7 oğul bir qız arzulayıram o balalara. Və bu gözəl, bax bu da toyuq cücədir. Bəli, bunlar da toyuqlar. Kənd həyatının öz gözəlliyi, öz özəlliyi var. Hansı ki, buralarda bizim uşaqlığımız keçdi. Burada həmişə su axardı. Ancaq indi elə bil ki, bu su yoxdur, bu su quruyubdur. Ancaq burada elə bil ki, çirkab sular axır indi buradan. Mən belə gördüm. Amma əvvəl təmiz duru su axırdı. Və o su ilə də, bax, bu gözəl torpaqlarımız suvarılırdı. İndi bu torpaqların suvarılması, hər kəs öz yerini, yurdunu bir cürə suvarır. Bax, görürsünüz, vannalar qoyulub sular üçün. Allah özü kömək olsun cümlə Borçalımıza, Borçalının qeyrətli oğullarına.
Mənim Sənəm nənəm o qədər halal, dürüst, gözəl nənə idi ki, yetimlər anası idi. O gözəl Nicavatın nənəmizə, Dilşad nənəmizə, İlyas babamıza qulluq eləyib, bir analıq, atalıq eləyib. Ondan sonra da o bir qardaşının evlatları. Bəli, bax bu gözəl həyət, baca, bu gözəl yerdə mənim dayım yaşayır. Allah onları xoşbəxt eləsin. Bəli, bax bu belə bir gözəl kənd həyatıdır ki, yayda oturursan həyətdə, evdə. Bəli, ona görə mən çox sevirəm kəndi. Bura gələndə həmişə öz uşaqlığımı, öz yeniyetməlik dövrümü xatırlayıram. Rəbbim həmişə toy nişan qismət eləsin bu evdə, bu eşikdə. Bəli, bax burada o qədər kartof çıxartmışam ki, nənəmgilə gəlmişəm Polnisidən. Kartof səpirlər, sonra kartofdan sonra pomidor, sonra qarğıdalı. Kartofu səpirdik, kartof çıxardırdıq, yorulurduq, deyirdim Allaha bax qutaracaq bu kartoşka. Bəli, indi bu kartof yerlərinə dinclik veriblər. İnşallah yəqin ki, fevraldan, martdan buralar əkiləcək, becəriləcək, səpiləcək. Var olsun deyiləm. Gözəl kəndimiz, xalqı xoşbəxt olsun, xalqı var olsun. Bəli, hər kəsə mən həyatda uğur qazanmağı arzu eləyirəm. Hər kəsin qapısında bax eləcə qırmızı lent bağlansın, qırmızı bant bağlansın. Bu gözəl həyətdə də inşallah Allahın köməkliyi ilə bir gözəl el toyu çalınacaq. Burada Maya xanım əyləşir. Mənim dayımın gözəllər gözəli bir xanımı. Maya xanım bu gözəl evdə dayımın gözəl xanımıdır. Bax görürsünüz, keçən il mən gəlmişdim, burada odun peçi çəkmişdim, sizlərə göstərmişdim. O odunu közündən. Bu il artıq onlar ceyran peçi qoyublar. Bu İran peçidir yəqin ki. Bəli, bu da onun da öz gözəlliyi var evdə. Maya xanım bir neçə kəlmə, Allah xeyir versin. Mədət balamızın toyu mübarək olsun. Xoşbəxt olsunlar. Canın sağ olsun, sağ ol. Bir- Allah sizi saxlasın. Çox sağ olun Maya xanım. Bizim dayımın xanımı. Allah xoşbəxt eləsin. Evində həmişə toya nişana gələk. Bu gözəl evdə, eşikdə toy bayram olsun. Gözəl Maya xanım, var olun. Sağ olun əziz dostlar, sağlıqla qalın. Boyumuz boylansın, soyumuz soylansın. İgidlərimiz, ərənlərimiz var olsun. Ocaqlarımız yanar olsun, qazanlarımız qaynar olsun, sularımız axar olsun. Tanrı Türkiyə yar olsun. Allah Taala, bax bu da mənim gözəl dayımdır, mənim Kərim dayımdır. Allah ona da can sağlığı qismət eləsin. Var olun deyirəm. Sağ olun, sağlıqla qalın.